Vardı İbnül Qayyim rahimehullah, yəni hətta o da buyurur ki, yəni müşahidə məqamı, Allahı görürmüş kimi ibadət eləmək, yəni daha üstün məqamdır. Hansı ki, Allah da səni görür, bu məqamdan daha üstündür, daha ucadır. Və həqiqətən də, yəni əgər bir bəndə Allahı görürmüş kimi ibadət eləsə, onun qəlbində Allahın zikri, Allahın sevgisi, məhəbbəti, ona olan ümid hakim olmuş olar. Və həqiqətən də, yəni bu məqama çatan insan, müşahidə məqamına çatan, Allahı görürmüş kimi ibadət edən bir insan, yəni günah işləmək istəyindən uzaqlaşar, nəinki o günah eləyər. Və həqiqətən də bunlar hamısı insanı qoruyur günahlardan, insanı qoruyur asiliklərdən, məxluqata qarşı pislik etməkdən insanı qoruyub saxlayır. Və həmçinin İbn Cəvzi rahimehullah buyurur ki, kim Allaha yəni müşahidə məqamı ilə, yəni Allahı görürmüş kimi ibadət edərsə, o insan arif insandır. Və kim ki də əgər Allah Subhanahu va Taala'nın onu nəzarət edildiyini fikirləşərsə, muraqabə dərəcəsini özündə daşıyarsa, bu insan ixlaslı insandır. Və həqiqətən də yəni bu iki məqam uca məqamlardandır.